İmam Sadiq əleyhissalam bir tələbəsi vardı. Adı Müfəzzəldir. Bunun bir xasiyyəti vardı. Elə ancaq dindarlarla, bu həzlərlə, namaz qılanlarla, bu Bəkkədən həzlərlə, bunlarla otur dindarlarla oturub durmurdu. Bu avaralarla da üzr istəmə saqqallardan, avara deyirəm, elə belə demirəm ha. Avaralarla oturub dururdu. Quş uçurdanlar, göyərçin uçurdanlar oturub dururdu. O diri onların arasında əraq içənlər də vardı, şərab içənlər də var idi. Şəhidlərdə İmam Sadiqə məktub yazdılar, özünə dindar deyənlər. Ağa, sənin nümayəndən Müfəzzəl adımızı batırıb. Nə olub? Neyinin Müfəzzəl? Müfəzzəl deyir, bizlə də oturub durur, gedir o tərəfdən o göyərçin uçurdanlar, avaralar, bizim dillə düşüyor, o biri aləmin uşaqları, onlarla da oturub durur. Arada içən də var. İmam Sadiq rəsəm bir məktubu oxudu, nə yazsa yaxşıdır. Məktubda bir şey yazdı, dedi, aparın bunu verin. Məktubu gətirənlər tanınmış adamlar da gəldilər, məktubu verdilər, məktubu açdı. Çox yaxşı vaxt idi. Həmin adamlar ki, Müfəzzəldən şikayət eləmişdilər, onlar da həmin zamanı Müfəzzəlin evində idilər. Onların yanına məktubu açdı, gördü İmam Zaman ağa yazıb Bismillahirrahmanirrahim, filan qədər pul lazımdır. Bu qədər pul, dinar, dirhəm. Bunlar təəccüb elədi ki, biz bunu şikayətini elədik imama. Bu nədirlər? Dindarların torba tikməsi. Dindarlar da belə torba tikir. Biz imama şikayət elədik ki, imam bu belə adamlarla oturub durur. İmam məktub yazıb ki, bu qədər pul lazımdır. Müfəzzəl bir məktubu verdi, bir əl verdi. Oxuyun hamınız. Məktub bu başdan keçdi, ta o başa gəldi. Həmin o şikayət eləyənlər, üzə duranlar, satqınlıq eləyənlər çatdı. Gördünüz imam nə deyir? İmam deyir, Bismillahirrahmanirrahim, da çox moizə lazımdır. Pul var. Ya Allah, gəl. Biri dedi ki, yox, pul çoxdur. Bu alimlərdən biri demiş, yəni, zarafat edildi. Biri dedi, mənim dəstəmazım, bir dənə təzəliyim gəlin amağa bağışda. Biri dedi, qızıma ərə verəcəyəm. Biri hərə bir dənə söz dedi, Müfəzzəldir ki, yaxşı. Gedmin, xahiş edirəm, çörək hazırdır, yemək hazırdır. Oturun, süfrə gəlir. Oturdular, yemək, süfrə. Müfəzzəl buradan bir dənə xəbər göndərdi. Gedin, o quşbazlar var ha, o özünə cahil oğlanlar deyir. Onlar çağırın, gəlsinlər. Gəldilər, bunlar da çörək yedin, qurtarmış da gəldi, girdi. İmamın məktubunu göstərdi, imama pul lazımdır. Nə? İmama pul lazımdır, baş üstə. İtdi gözdən. Gəldi, göyərsin, hamısı. Yazıb orada əlfən, 2000, əlfeyn, 2000, min. Hər əb gətirdi, min, 2000 İmam Sadiqin pulları. Allah, hələ üzrü xaxlar da, ağa, bəlkə də evini satıb, bəlkə də zalog qoyub, bəlkə də nə qoyub, gedib pul tapıb gətirib, bəşi. Bunlar kimi bəhanə yatmadı bu namaz qılanlar kimi, bəziləri kimi. Müfəzzəl üzün tutdu bunlara cümlə dedi, ataların yandırdı. Müfəzzəl dedi ki, Təəmuruni ən ətruda haulai min indi, məndən istəyirsiniz, mən bunları öz yanımdan qovum, özdə dindar deyilsiniz, sizinlə oturub durum. Təzunnuna ennəllaha Teala yəhtacu ilə salatikum və savmakum. Elə düşünürsünüz ki, Allah Teala sizin namazlarınıza, oruclarınıza ehtiyacı var. Namaz orucla iş bitir. Allahın ehtiyacı var namaz oruca.